Bu günləri feilin sonuncu təsriflənməyən forması olan feili bağlamaya baxırıq. Feili bağlama. Feili bağlamada məstər və feil sifət kimi, yəni digər təsriflənməyən kimi iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Məstər hansı nitq hissələrin xüsusiyyətini daşıyırdı? İsimlə feilin, feil sifət, feillə sifətin. Feili bağlama isə feillə zərfin xüsusiyyətlərini daşıyacaq. Düzdür, hələ zərfi sizlə keçməmişik, amma keçəcək, narahat olmayın. Deməli, həm feilin, həm zərfin xüsusiyyətlərini daşıyan, təsriflənməyən feil forması feili bağlamadır. Digərləri feildən nə götürürdü? Yadımızda salaq, hərəkət bildirirdi. Bu da eyni şəkildə hərəkət bildirir. Qrammatik məna növlərində olurdu, düzdürmü? Qrammatik məna növləri, yəni məlum, məçul, qayıdış, icbar, qrammatik məna növlərini götürə bilir. Sonra təsdiq və inkarda olurdu. Bu da təsdiq və inkarda olur. Yəni bu üçünün də feildən götürdüyü xüsusiyyətlər eynidir. Hər üçü hərəkət bildirir, hər üçü qrammatik məna növlərində ola bilir, hər üçü təsdiq və ya inkar olur, yəni mamə inkarı qəbul edirlər, inkar ola bilər, bir də tərkib əmələ gətirir. 4. Tərkib əmələ gətirir. Bu feili bağlamanın feildən götürdüyü xüsusiyyətlər. İndi gəl zərfdən götürdüyü xüsusiyyətlərə baxaq, yaradır. Zərfdən götürdüyü xüsusiyyət odur ki, zərf, uşaqlar, hərəkətin zamanını, yerini, tərzini və kəmiyyətini bildirir. Feili bağlama da zərf kimi hərəkətin zamanını, tərzini və kəmiyyətini bildirir. Yerini bildirəmir. Zərf yerini də bildirir. Feili bağlama hərəkətin yerini bildirə bilmir. Ancaq zamanını, tərzini və kəmiyyətini, yəni nə qədər icra olunduğunu, kəmiyyətini bildirir. Və zərfin suallarına cavab verir. Nətər ki, məstər ismin sualına, feil sifətinin sualına, feili bağlama da zərfin suallarına cavab verəcək. Zərfin suallarına cavab verir. Zərfin suallarına cavab verir. Cavab verir. Yəni, olacaq feilin qabağında gələndə necə? İsmin qabağında gəlib necə sualına cavab verən söz feili sifətdir. Feilin qabağında gəlib necə sualına cavab verən söz ya feili bağlamadır, ya zərfdir. Şəkilçisindən tanıyacaq. Necə? Sonra ola bilər ki, nə tərzdə? Nə zaman? Nə zaman? Sonra ola bilər nə vəziyyətdə? Və nə qədər? Suallarından birinə cavab verir. Və feili bağlama cümlədə yalnız bir cümlə üzvü ola bilər. Düz, hələ cümlə üzvlərini keçməmişik, amma 5 dənədir. Mübtəda, xəbər, təyin, tamamlıq, zərflik. Məstər nə ola bilirdi? Mübtəda ola bilirdi, tamamlıq ola bilirdi, zərflik ola bilirdi, oxumaq kimi. Xəbər də ola bilirdi. Feil sifət nə olurdu? İsimləşəndə mübtəda ola bilirdi, tamamlıq ola bilirdi, təyin ola bilirdi, sonra zərflik istisna hallarda olur, bir də xəbər ola bilirdi. Məstərlə feil sifət 4 cümlə üzvü rolunda rahat işlənə bilirlər. İstisna kimi götürsək 5-də də işlənə bilirlər. Amma feili bağlama cümlədə yalnız zərflik ola bilir. Bu sizin işinizi necə asanlaşdırır? Məsəl üçün, feili bağlamanın cümlə üzvü kimi görəndə deyəsən zərflikdir. Başqa işin ola bilmir bu. Feili bağlama cümlədə yalnız zərflik ola bilər. Yəni, mübtəda, tamamlıq, xəbər və təyin vəzifəsində çıxış eləyə bilmir. Cümlədə yalnız zərflik ola bilir. Bir də, məstərlə feil sifət isimləşirdi. Düzdürmü? İsmin suallarına cavab verirdi. Bayaqdan sual cavab edirik. Feili bağlama öldür isimləşmir. Feili bağlama isimləşə bilmir. İsimləşmir. Aydındır. Feili bağlama isimləşmir. Feili bağlama isə digərlərindən çətin görsənə bilər. Amma feili bağlama digərlərindən çox asandır. Niyə? Çünki bu şəkilçilərdə demək olar ki, homonimlik yoxdur. Şəkilçisini görən kimi tanıyırsan ki, bu feili bağlamadır. Yəni, bunun şəkilçilərini əzbərləmək mütləqdir. Buradan bir
xətt çəkirik. Buradan da yazırıq şəkilçilər. Gəl görək, bunun şəkilçiləri hansılardır? Şəkilçiləri. Şəkilçilərinə baxaq. İb, araq. İb 4 variant, bir də araq 2 variant. Qoy bir-bir yazaq, ondan sonra nümunələr deyərik. 2. Təkrarlanan A şəkilçisi. Təkrarlanan A şəkilçisi. Sonra 3. Madan. Biraz qəribə gələ bilər, amma sözlərdə görəndə gəlməyəcək. Ar, təkrarlanan ar, daha doğrusu iki tərəfli ar-maz şəkilçisi. 5. Dıqca. 2 variant. 6. İnca. 2 variant. 7. Arkən. Arkən yazdım. Yox. Arkən. Hüseyin dərsə qulaq as. Arkən 2 variant. 8. Anda 2 variant. Anda 2 variant. Bir də 9. Mış. Bu mış şəkilçisini neçənci səfərdə görürük artıq. Feilin keçmiş zamanı, feili sifət, imiş hissəciyinin qısa forması. Burada da feili bağlama. Hamısını fərqləndirə biləcək. Əsas da nə ilə? Sualınla. Mış 4 variantda nə oldu? Feili bağlamanın şəkilçisi oldu. Gəl bunlara nümunə deyək. Bundan yazaq. İb, araq. Birinci araqa deyək. Məsələn, necə deyərsiniz? O, qorxaraq, burada olmur çünki feili bağlamada vergül qoyulmur. O, qorxaraq, geri çəkildi. Də deyə bilərsən. O, qorxub geri çəkildi. Bu iki dənə şəkilçisini eyni sətirdə yazmağımın səbəbi odur ki, bunlar sinonimdirlər və bir-birini əvəz eləyə bilirlər. İb şəkilçisini cümlənin ortasında görəndə araqla əvəz eləyə bilirsənsə, feili bağlama şəkilçisidir. Cümlənin sonunda gəlirsə, keçmiş zaman şəkilçisidir. Məsəl üçün deyirəm ki, o gedib sinif yoldaşına baş çəkdi. O gedərək sinif yoldaşına baş çəkdi. Bir də deyirəm ki, o bugün məktəbə gedib. Qutardı. O bugün məktəbə gedib feilin keçmiş zamanıdır. Araqla əvəz olunan feili bağlamadır. O qorxaraq geri çəkildi, o qorxub geri çəkildi. Əvəz olunursa, o qorxub geri çəkildi də bu feili bağlama şəkilçisidir. Niyə? Çünki cümlənin sonunda da gəlməyib, araqla da əvəz olunur. Birində deyək, deyirəm ki, sualı yazıb getdi. Sualı yazıb getdi. Uşaqlar çox vaxt deyir ki, müəllim burada yazıb nəqli keçmiş zamanı şəkilçisidir. Xeyr. Əgər ıb yerinə araq qoya bilirsənsə, qoy üstünə yazaq. Araq qoya bilirsənsə, sualı yazaraq getdi. Deməli, burada feili bağlama şəkilçisidir. İb keçmiş zaman şəkilçisi olanda araqla əvəz olunmur. Bu da bunların homonimliyi. Təkrarlanan A şəkilçisi. 2 dənə, daha doğrusu bir dənə feil götürürsən, o feili təkrar yazırsan, hər tərəfinə də bir A qoşursan. Məsəl üçün, oxuya. Oxuya, defiz, oxuya. Gedə, gülə. O gülə danışırdı. O bunları görə, yenə də səhvindən əl çəkmədi. O bütün bunları bilə danışdı. Bilə etdi. Bilə. Və təkrarlanır. Görsənmi? Eyni feili götürürsən, hər iki tərəfinə şəkilçi artırsan, təkrar deyirsən. Bəli, uyğun da olanda buna da araq deyə bilərsən. Oxuya, oxuyaraq. Bilə, bilərək. Görə, görərək. Görsən, bu da araqla əvəz olunur. Eyni mənanı verir. Belə olmur elə. Təkrarlanan şəkilçisi yanaşı gəlir. Sadəcə başqa nitq hissələrindən seçməyin forması odur ki, məsələn, təkrarlanan A şəkilçisini bəzi sözlərdə uşaqlar səhv salırlar zərflə. Zərf olduğunu ayırt eləmək üçün araqla əvəz edirsən. Araqla əvəz olunanda bunu zərfdə deyəcəkdim, dedim. Araqla əvəz olunanda feili bağlamadır. Olunmayanda zərfdir, keçək. Məsəl üçün, oxuya, ağlaya danışırdı. Görsən, təkrarlanır. Ağlaya danışırdı. Deməli, nədir bunlar? Təkrarlanan şəkilçisi feili bağlama yaradır. Madan. Deyirəm ki, oxumadan testi yazma. Dərsi oxumadan testi yazma. Oxumadan. Və yaxud da yazmadan. İstənilən feili götür, getmədən. Bilmədən. Nə bilim? Gülmədən. Deyirsən, gülmədən danış. Gülmədən. Feili götürürsən, madan artırırsan. Aydındır? Görmədən.
eşitmədən, bilmədən, hiss etmədən, təəccüblənmədən, danışmadan, susmadan istənilən feil deyə bilərsən. Armaz şəkilçisi. Burada əslində amonimlik yaradır, antonimlik yaradır daha doğrusu. Məsəl üçün, gələr gəlməz testi yazmağa başladı. Gələr gəlməz. O deməkdir, gələn kimi. Deyirəm, içəri girər girməz. Bəli, ay sağ ol. İçəri girər girməz müəllim onu suala tutdu. Girər girməz o deməkdir, girən kimi. Və yaxud da mən bunu bilər bilməz məktəbə gəldim. O deməkdir, bilən kimi gəlmişəm. Və yaxud da o məktubu oxuyar oxumaz. Oxuyar oxumaz altında yazıram. Oxuyar oxumaz gözləri doldu. O məktubu oxuyar oxumaz. Yəni oxuyan kimi gözləri doldu mənasını verir. Dıqca, üstündən bir feili götür, dıqca qoş. Ay sol. Getdikcə. Deyirsən ki, o yolu getdikcə düşünürdü. Sonra gördükcə, o bunları dostundan gördükcə inciyirdi. Fikirləşdikcə çıxış yolu tapa bilmirdi. Oxuduqca yadına düşürdü. Fikirləşdikcə. Və yaxud da o oxuduqca bunları xatırlayırdı. Və yaxud da deyirəm ki, başqa nə deyərik? Düşündükcə dəli olurdu. O keçmişdə olanları düşündükcə, yəni düşünəndə mənasını verir. Düşündükcə dəli olurdu. İnca. Feilləri götür, inca qoş. Məsəl üçün, o sinifdə olanları görüncə direktoru çağırdı. Yəni görəndə. Bunlar sinonim şəkilçilərdir. Gördükcə, görüncə, görəndə. Üçü də daha doğrusu zaman bildirir. Sonra Yollanınca olar. Nə? Yollanınca. 7-ci olsun. Yollanmaq elə getmək də. Deyirsən ki, o evə gedincə yemək idi. Yəni gedəndə. Başqa fikirləşincə. Başqa nə deyərsən? Doyunca. Bu feili bir dəfəni yadımızda saxlayırıq ki, doyunca feili bağlamadır. Doyunca yedi. Nə qədər yedi? Doyunca. Bunlar da nədir? İnca şəkilçisində olan nümunələrdir. Arkən olsun. Arkənə baxaq. Görərkən, gülərkən, oxuyarkən, yazarkən. Oxuyarkən anası onu çağırdı dərsini oxuyarkən. Və yaxud da inşanı yazarkən çətinlik çəkirdi. Yazarkən. Sonra deyirik ki, gülərkən, dərsdə gülərkən müəllim ona baxdı. Sonra başqa nə deyər? Təkrar edərkən, dərslərini təkrar edərkən, bu da mürəkkəb feildir də, buna da artırılır. Təkrar edərkən hər şey yadına düşürdü. Qutardı getdi. Anda ilə narkən sinonim şəkilçilərdir. Eyni mənanı verir. Görərkən ya da görəndə. Eyni şeydir. Mən onu görərkən salam verdim. Mən onu görəndə salam verdim. Ay sağ, oxuyarkən, oxuyanda. Eyni mənanı verilən sinonim iki dənə şəkilçidir. Yazarkən, yəni yazanda. Gülərkən, yəni güləndə. Təkrar edərkən, təkrar edəndə. Mən dərslərimi təkrar edərkən hər şeyi yadıma düşürdü. Mən dərslərimi təkrar edəndə hər şey yadıma düşürdü. Eyni feildir. Eyni məzmundur. Təkrar edəndə. Daha sonra mış. Mış şəkilçisi, deməli, feili bağlamada ola bilər, keçmiş zamanda ola bilər, imiş də ola bilər, bir də feil sifətdə ola bilər. Gəl baxaq. Deyirik ki, o dərsini oxuyub. Deyirəm ki, çalışacağım eyni cümlə yazaq fərqləndirmək üçün. O dərsini oxuyub təkrara başladı. Təkrara başladı. Bir də deyirəm ki, birinci ıbdan başlayaq, sonra mışa keçək. Bunun fərqinə baxaq. O dərsini oxuyub. Burada feilin keçmiş zamanıdır, yoxsa feili bağlamadır, seçmək lazımdır. Birinci cümlədə keçmiş zamandırmı, yoxsa feili bağlamadırmı? O dərsini oxuyub. Keçmiş zamanda yoxsa feili bağlama? Araqla əvəz olunan hansı idi? Feili bağlama. Burada araqla əvəz edə bilirsən, o dərsini oxuyaraq. Cümlənin arxasını da istəyirəm, arxası gəlmir. Cümlə bitib. O dərsini oxuyub. Burada nədir? Keçmiş zaman.
Düzdür? Əvəz olunsa gərək bunun ardınca sözdə gəl axı. Keçmiş zaman. O dərsini oxuyub. İndi buna bax. O dərsini oxuyub təkrar başlar. O dərsini Araq mənə oxuyaraq. Bəli. Fe'li bağlama. Deməli burada əvəz olunan Cümlədə varsa gəldi. fe'li bağlamadır. İndi baxaq mışa. Mışa baxaq. Deyirəm ki, bir cümlə yazaq. Hətta mış isim düzəldən şəkilçisi də olur. Keçmiş yadına düşdü. Bir də deyirəm ki, gecədən xeyli keçmişdi. Keçmişdi. Birində deyirəm ki, gecədən xeyli keçmiş gəldi. Bunda da araq artıracaq. Yox, sual verəcək. Gecədən xeyli Hüseyin keçmiş gəldi. Diqqətli olmaq lazımdır. Sonra deyirəm ki, birində yazaq. Deyirəm ki, o dərsini oxuyubmuş. Oxuyubmuş. Burada da mış var da, bir də burada. Oxuyubmuş. Bir də ayrı keçmiş, biri də birinə baxaq. Deyirəm ki, yandırılmış kağızlar, kağızların külü sovruldu. Külü göyə sovruldu. Bu 5 dənə cümlədə 5-də də mış şəkilçisi var və hamısını aydınlaşdırmaq lazımdır ki, hansıdır? Altlarına xətt çəkirəm. Keçmiş, keçmişdi. Gecədən xeyli keçmiş gəldi. Hamısına çəkmək olmaz. Keçmiş. Dərsini oxuyubmuş. Burada da yandırılmış. İndi bunları gəl müəyyənləşdirək ki, hansımış, nə düzəldibdir? Diqqətli ol. Keçmiş yadına düşdü. Bax, yadına düşdü. Nə? Keçmiş. Nə sual çıxdısa, burada isimdir. Çünki keçmiş, keçmişə keçməmiş deyə bilmirsən. Ona görə isimdir. Əgər deyə bilsəydin, fe'l sifət olardı. Keçmiş, yəni keçmişdə olanlar mənasında. Keçməmiş yadına düşdü, görsən uyğun gəlmir. Deməli, nə sualına cavab verən? İsimdir. Burada isim olanda leksik şəkilçi olur. Keçmək fe'lindən mışmış artırırıq, isim düzəldirik. Bu zaman məna dəyişdiyi üçün mışmış nədir? Leksik şəkilçidir. Leksik şəkilçidir. Nədən nə yaradıb? Fe'ldən. Təzə söz yazır. Bəli, təzə isim yaradıb. Ona görə də buradakı mışmışı sən leksik götürməlisən. Çünki mənanı da dəyişir, nitq sən də dəyişir. İndi baxaq. Gecədən xeyli keçmişdi. Keçmişdi. Burada kökə qoşulubdur bu birbaşa mışmış. Deməli nədir? Keçmiş zaman şəkilçisidir. Keçmişlikdə biz bunu hissəciklərdən fərqləndirəndə. Bu keçmiş zamanın şəkilçisidir, düzdür? İndi buna baxaq. Gecədən xeyli keçmiş gəldi. Nə ilə əvəz eləyə bilərsən? Gecədən xeyli keçəndə gəldi. Yəni, digər fe'li bağlama şəkilçisindən əvəz olunur. Gecədən xeyli keçmiş gəldi, gecədən xeyli keçəndə gəldi. Ya keçərkən gəldi, gecədən xeyli keçincə gəldi. Digər fe'li bağlama şəkilçilərini bu sözə artırmaq olur. Yəni, sinonimlik yaradır. Deməli, digər fe'li bağlama şəkilçiləri də artırılırsa nədir? Fe'li bağlamanın şəkilçisi də abil başa düşməyəcəksən evdə qulaq as. Baxacaq da başlayaq. Sonra o dərsini oxuyubmuş. İndi bunu aydınlaşdırmaq lazımdır. Oxuyubmuş. Bu yığını eləmirəm çünki işləyirəcək. Bəli. Mış nədir? Oxuyub imiş. Yəni qrammatikdən sonra qoşulubdursa, burada imiş hissəci idi. İmiş hissəci idi. İndi buna baxaq. Yandırılmış kağızların külü göyə sovruldu. Yan sözün kökü dırılmış. Sual vermək lazımdır. Hansı kağızların yandırılmış? Sən mış sualı, mış şəkilçisi hansı sualına cavab verinə götürürdün? Fe'li sifət götürürdün. Hansı sualı? Mış artırılan söz hansı sualına cavab verəndə fe'li sifət olur. Hansı sual çıxdığına görə fe'li sifətdir. Bu tapmaq yollarını yadımızda saxlayırıq. İndi gəl baxaq. Əgər mış şəkilçisi qəbul eləyən söz nə sualına cavab verirsə, leksik şəkilçidir, fe'ldən isim düzəldir. Mış şəkilçisi qəbul etmiş söz kökü artırılıbdırsa, keçmiş zaman yaradır və xəbər şəkli əmələ gəlir. Düzdürmü? Xəbər şəkli. Sonra, gecədən xeyli keçmiş gəldi. Digər fe'li bağlama şəkilçilərindən anda
Məsəl üçün keçincə, ınca, İncadıqca. ınca, bəli, dıqda, digər fe'l bağlama şəkilçilərindən əvəz eləyə bilirsənsə, fe'l bağlamadır. O dərsini oxuyubmuş. Qrammatik şəkilçidən sonra gəlirsə, imiş hissəcikdir. Əgər mış qoşulan söz hansı sualına cavab verirsə, fe'l sifətdir. Qutardı getdi. 5 dənə yerdə bu mış şəkilçisi sənin qabağına çıxa bilər. Sən də onların yollarını bilsən, o səni çaşdırmayacaq. Elə də bir çətinliyi yoxdur. Hamısını çünki keçmişik. İsimdə bunu keçibsən. Keçmiş zamanda bunu keçibsən. Məsəl üçün, indi bugün keçdikdə üçüncünü. İmiş hissəciyini keçmiş zamanla fərqləndirməyi keçibsən. Fe'l sifətin şəkilçisini keçibsən. Hamısını keçibsən. Bir yerə yığmaq lazımdır ki, mən bunları keçəndə necə fərqləndirirdim? Mən sadəcə bir yerə yığmışam. Bu sənin üçün yeni bir şey deyil. Bu da oldu fe'li bağlama. İndi tərkiblərdən danışaq. Tərkiblər. Biz fe'lin təsriflənməyən formalarını keçəndə hamısında demişik ki, fe'ldən götürdüyü bir xüsusiyyətində adı tərkib yaratmağıdır. Bəs tərkib nədir? Tərkib odur ki, uşaqlar, fe'li sifət, məstər və yaxud fe'li bağlama cümlədə gələndə özündən qabaqdakı sözləri buraxmırlar və özlərinə qoşaraq, sanki bir qrup yaradırlar, birləşmə yaradırlar. Həmin o birləşməyə də biz deyirik tərkib. Gəl baxaq. Deyirəm ki, məsəl üçün, diqqətli ol tərkib başa düşmək üçün. Çünki məktəb dərslərində bu tərkiblər demək olar ki, çox səthi veriblər və uşaqların da çoxu başa düşmür. Gəlir səndən testdə soruşur ki, məstər tərkibini tap, uşaq baxır ki, məstər nədir, tərkib nədir? Baxaq görək nədir? Qulaq as. Deyirəm ki, oxumaq lazımdır. Belə bir cümlə quraq. Oxumaq lazımdır. Lazımdır. Nə oxumaq? Oxumaq təzəcə keçmişik ki, məstərdir. Düzdür? Niyə? Çünki maqmək şəkilçisi var da. Düzdür? Bunu hamımız bilirik. Biri də var, deyirəm ki, məktəbdə yaxşı oxumaq lazımdır. Diqqətli ol, bax, tərkib yaradıcı. Oxumaq lazımdır. Eyni cümlədir, məstərin qabağına əlavə sözlər yazmışam. Lazımdır. Nə? Oxumaq. Bax, bu oxumaq elə bir şəkilçidir ki, elə məstərin elə bir xüsusiyyəti var ki, bunu da özünə tabe eləyir. Bunu da özünə tabe eləyir. Lazımdır. Nə? Məktəbdə yaxşı oxumaq. Özündən qabaqdakı sözləri, xeyr, lazımdır. Nə? Məktəbdə yaxşı oxumaq. Belə deməlisən. Çünki özündən qabaqdakı sözləri maqmək şəkilçisi buraxmır. Nə məstər buraxmayacaq, nə fe'li sifət, nə də fe'li bağlama. Özündən qabaqdakı sözləri, əgər bunlar cümlənin ortasında gəlibsə, bunlara verəcək hamısını. Gəl birində yazaq. Deyirəm ki, bunun da adına nə dedik? Tərkib dedik. Əgər maqmək şəkilçisindən qabaqda heç nə yoxdursa, söz təkdirsə, söz özü təkcə bir dənədirsə, deyirsən məstərdir. Yox, özündən qabaqda 1, 2, 3, burada 3 dənə söz var, özü də daxil olanda. 3 dənə sözdürsə, yəni özü tək deyilsə, deyirsən tərkib. 2 dənə olsa götürür. Bəli, 2 dənə də olsa götürür. Tək olanda məstərdir, özündən başqa bir dənəsi olanda tərkibdir. İstəyir bir dənəsi olsun, 5 dənəsi olsun, 10 dənəsi olsun. Yəni tək deyilsə, ən azı 2 dənədirsə, deyirik tərkibdir. Bir dənə də məstər tərkibi yazaq. Nə bilim, deyirəm ki, gülmək ömrü uzadır. Gülmək ömrü uzadır. Müəllimin də əsəblərini pozur. Ömrü uzadır. Bir də deyirəm, bax, indi qulaq as. Uzadır. Nə uzadır? Gülmək. Burada nədir? Məstər. Niyə məstərdir, tərkib deyil? Çünki bir dənə sözdür. Bir dənə söz olanda deyirsən, məstərdir. Burada da bir söz olduğuna görə özündən qabaqda, özündən arxadaşın demirəm, özündən qabaqda heç nə yoxdur da, nəyə götürəcək? Qabaqda indi söz olsaydı onda yazıram. Bir də deyirəm ki, dərsdə çoxlu gülmək lazım deyil. Baxaq, lazım deyil. Nə? Dərsdə çoxlu gülmək. Bu elə bir şəkilsidir ki, bunu da buraxmır, bunu da buraxmır. Özündən qabaqda gələn sözləri çəkir özünə və özü hansı suala cavab verirsə, hamısı birləşir o suala cavab verir. Ay sağ, burada da nə deyəsən? Deyəsən məstər
tərkibi. Niyə məstər tərkibidir? Çünki 3 dənə sözdür. Bu niyə məstərdir? Çünki 1 dənə sözdür. Aydındır? İndi gələ fe'l sifət tərkibinə. Baxaq görək ayıra bilirikmi? A1 məsələn ayıracaqdır bu dəqiqə. Baxaq. Deyirəm ki, bayaq ki o yandırılmış olanı eləyək. Yandırılan məsəl üçün kağızların külü göyə sovruldu. İndi baxmaq lazımdır. Burada yandırılan fe'l sifətdir. Fe'l sifət də eynən məstər kimi özündən qabaqda gələn sözləri çəkir və buraxmır. Burada qabaqda söz görmürük. Düzdürmü? Deməli bu yandırılan təkcə fe'l sifətdir. Bir dənə sözdür. Yəni nədir? Tezəcə keçirsiniz də fe'li sifət. Düzdürmü? Göyə sovruldu. İndi bu cümləni elə dəyişək ki, onun qabağında söz gəlsin. Sovruldu. Məsəl üçün yazaq ki, küçədə yandırılan kağızlar. Bir dalını yazmıram da kağızların, nə bilim, külü göyə sovruldu. Yaş yazdıq. İndi qulaq as. Burada baxırsan ki, hansı kağızların deyirsən, küçədə yandırılan, ikisi birlikdə. Da deyənmərsən, harda yandırılan. Niyə deyənmirsən? Bu şəkilsi qoymur özündən qabaqdakı başqa suala cavab verməyə. Deyir, mən hansı suala cavab verəcəmsə, sən də məndən eyni suala cavab verməlisən. Deyə bilmərsən ki, müəllim, harada yandırılan, küçədə, hansı yandırılan, ayrı-ayrı sual vermək olmaz. Bunun qabağındakı sözlərə bununla bərabər götürüb, bunun sualına cavab verməlidir. Burada nə deyirsən? Fe'li sifət tərkibi deyirsən. Niyə fe'l sifət tərkibidir? Qabağında söz var. Tərkibdir. Tək olanda fe'l sifətdir. Qarşısında 2-dən artıq söz olanda və 2 olanda fe'l sifət tərkibidir. Tərkib budur. Tərkib nə deməkdir? Birləşmə. Yəni sözləri birləşdirirsən. Sözləri əgər birləşdiribsənsə, tərkibdir. Birləşdirməyibsənsə, özü təkdir. Birində yazaq. Deyirəm ki, qulaq as. Gələnlər, elə yazaq ki, qabağına söz artıra bilir. Gələnlər gecəni yatmadılar. Və bir cümlə yazaq. Yatmadılar. Kim? Gələnlər. Burada isimləşdirdi, amma yenə də fe'l sifətdir. Gələnlər, düzdür, fe'l sifətdir də, anən var. Burada nə var? Fe'li sifət var. Hardan bildik? Şəkilçisindən. İndi desəm ki, axşam Bakıdan gələnlər gecəni yatmadılar. Yatmadılar. Kim? Axşam Bakıdan gələnlər. Artıq bu söz də bunun qrupuna daxil olur. Birləşir və fe'li sifət tərkibi yaradır. Çatdı. Tərkib nədir? İndi keçək fe'li bağlamaya. Fe'li bağlamanı da başa düşək. Qulaq as. Ay Hüseyin. Deyir ki, Qızlar bir şey. qızlar sakitcə qulaq asırlar. Sən qulaq asırsan. Deyirəm ki, qulaq as. Fe'li bağlama tərkibi. Bir dənə fe'li bağlama deyil. Məsəl üçün, olsun gələndə. Gələndə, məsəl üçün, bizə dəyərsən. Bizə dəyərsən, yəni baş çəkərsən mənasında. Ay sol. Dəyərsən, hara? Bizə. Nə zaman? Gələndə. Və görsənmi? Bunun qabağında söz yoxdur. Deməli, neyniyəsən? Eləcə gidiyorsun müəllim. Burada fe'li bağlama var da, bu yetim bir dənə sözdür, düzdürmü? Və bu yetim gedib dostlarından birləşəndə nə olur? Yüzlənirlər, tərkib olurlar. İndi gəl bunun qabağına bir dost qoyaq. Deyirəm ki, axşam işdən gələndə bizə dəyərsən. Bizə dəyərsən. İndi qulaq as. Dəyərsən hara? Bizə. Nə zaman? Nə zaman? Nə vaxt? Axşam işdən gələndə. Öcət dostlarınla birləşdir. Dostlarınla birləşəndə deyirsən ki, fe'li bağlama tərkibidir. Çatdı abi. Oxuyanda çatalım. Fe'li bağlama tərkibdir. Birini də yazaq. Deyirəm ki, başqa bir fe'li bağlama. Gözləyərkən olsun. Deyirəm ki, gözləyərkən
gözləyərkən dostumla rastlaşdım. Dostumla rastlaşdım. Baxaq. Rastlaşdım. Kimlə? Dostumla. Nə zaman? Gözləyərkən. Bir dənə söz. Nə deyəsən? Feili bağlama. Dostu yoxdur da. İndi dostu olsa, məsəl deyirəm ki, xəstəxananın koridorunda gözləyərkən fərqi yoxdur. Gözləyərkən dostumla rastlaşdım. İndi baxaq görək. Nə baş verir? Rastlaşdım. Kimlə? Dostumla. Nə zaman? Xəstəxananın koridorunda gözləyərkən. Tərkib olmayan. Ay sol, tərkib əmələ gətirir. Nə deyirsən? Feili bağlama tərkibidir. Tərkib nədir? Qabağındakı hər hansısa sözlə birləşir. Dostunu götürür yanına, birləşirlər və nə əmələ gətirirlər? Tərkib. Sən buna adına feili birləşmə də deyə bilərsən. Feili birləşmə də deyə bilərsən. Yəni, tərkiblə birləşmə eyni şeydir. Sözlər birləşir, ona sən feili birləşmə də deyə bilərsən. Çünki bunun sonu feillə qutarır. Feil bağlama da bir feildir də. Təsriflənməyən feildir, düzdürmü? Bu da feili birləşmədir. Əsl feil deyil, bəli. Bu da feili birləşmədir. Feil sifət tərkibi də deyə bilərsən. Feili birləşmə də deyə bilərsən. Bunların üçünün də tərkibinə feili birləşmə deyə bilərsən rahatçılıqla. Məstər də tərkib yaradanda deyə bilərsən ki, feili birləşmədir. Çünki bunların sonu ya məstərlə, ya feili sifətlə, ya feili bağlama ilə bitir. Və ona görə də feili birləşmə çox rahat şəkildə üçünə də demək olur. Məstər tərkibi də, feili sifət tərkibi də, feili bağlama tərkibi də ümumi adla feili birləşmə adlandırılır. Böləndə feil, elə bir feili birləşmə üç yerə bölünür də. Məstər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi. Sən desək ki, burada feili birləşmənin hansı növüdür? Şəkilçiyə baxırsan. Məstərin şəkilçisini görəndə deyirsən məstər tərkibidir. Feili sifətin şəkilçisini görəndə deyirsən feili, yaşqət belə yazın. Bax, elə bir ki, bu feili birləşmədir. Allah xətrinə, feili birləşmə. Bunun üç dənə balası var. Məstər tərkibi, məstər yox ha, məstər tərkibi, feili sifət tərkibi, bəli, tərkibini xüsusi yazıram, çünki feili sifət başqa şeydir, tərkib başqa şeydir və feili bağlama tərkibi, bu bunun balalarıdır və balalarını nə dərs edirsən, o boş-boşuna əzbərlədiyin şəkilçilərini, deməli boş-boşuna döyülmüş. Feili deyəsə ki sənə, feili birləşmənin hansı növüdür? Gedib baxassan da, maqmək şəkilçisindən qutarsa, deyəsin məstər tərkibidir. Nə bilim, anla. Mənim məstər bəzən də mama olur elə. Hə, bəzən o məhsubiyyət qəbul eləyində ola bilər. Anla, nə bilim, dığı ilə, acaqla, ası ilə, bəli, malı ilə qutarsa, deyəsin feil sifət tərkibidir. Feil bağlama tərkibində, bax, orada enqədər şəkilçilər var idi. Təkrarlanan a, dıqda, dıqca, nə bilim, anda, ınca, ıb. Bunların da qutaranda deyəsən nədir? Feili bağlama tərkibidir. Amma üçünün də bir ümumi adı nədir? Feili birləşmədir. O deməkdir ki, sözlər birləşibdir, sonda da feil gəlir. Feilin hansı növü? Təsriflənməyən forması. Deməli, feili birləşmə. Bu üçünün də ümumi adına biz feili birləşmə deyəcəyik. Bu da olur tərkib. Yəni, tərkibin üç növü var. Məstər tərkibi, feil sifət tərkibi, feil bağlama tərkibi. O deməkdir ki, məstər tək işlənməyib, qabağında dostu var və dostları var. Feil sifət tək deyil. Tək olsaydı ilə feil sifət deyərdin. Ona görə tərkibdir ki, qabağında hər hansısa sözlər var. Feili bağlama o deməkdir ki, qabağında tək deyil bu söz. Sözlər var. Tərkibdir, birləşmə var. Tərkib nədir? Birləşmədir. Aydın oldu. Bəzən çox istisna hallarda feili birləşmələrin qabağındakı sözü biz ayırırıq. Nə zaman ayırırıq? Mübtədə olanda. Məsəl üçün. Bir dəfə deyəcəm, qulaq as. Mərdan işdən gələndə yorğun idi. Belə bir cümlə yazıq.
Yorğun idi. İndi biz dedik ki, əgər bu 3 dənənin hər hansısa bir şəkilçisi varsa, bütün sözləri veririk ona, qabağındakı bütün sözlər. Burada Mərdanı vermək olmur. Niyə vermək olmur? Yorğun idi. Kim? Mərdan. Bu cümlənin mübtədasıdır. Mübtəda tərkibdən daha güclüdür. Mübtədanın gücü çatır tərkibdən çıxmağa. Aydındır? Əgər buradan qabaqdakı sözlərdən hər hansısa biri mübtədadırsa, tərkibə daxil olmur. Çünki mübtəda tərkibdən daha güclüdür də, belə başa salır. Yorğun idi. Kim? Mərdan. Mübtədanı ayırırsan, tulluyursan qırağa. Yerdə qalanın hamısını verirsən tərkibə. Çünki onların gücü çatmır. İkisi tərkib olur. Bəli, ikisi tərkibdir. Bu mübtədaydı, onu ayırdıq. Çünki gücü çatmır. Yorğun idi də xəbərdir. Birini də yazaq. Deyirəm ki, məsəl üçün, günəş kəndimizdə axşamüstü batanda qızarırdı. Rəngi qızarırdı. Qızarırdı. Bax, qızarırdı. Nə? Günəş. Mübtədanı ayır, qoy qırağa. Çünki mübtədaya bunun tərkibin gücü çatmır. Kəndimiz. İndi Çıxanda yazın. getdi. Hamısı tərkib. Aydındır? İndi bir dəqiqə. Mübtədaya da gücü çatmır. Yaxşı, qalanları da ki, hələ ki bunu bilin. Testlərdə başqa şey də qabağımıza çıxsa, çünki digər cümlə üzvləri də xəbərlə əlaqə yaradanda, onlar da tək mübtədan yox, digər cümlə üzvləri də xəbərlə əlaqə yaradırsa, onları da götürürük. Nə deməkdir bu? Xəbərin sualına cavab verən sözü tərkibdən çıxardırıq. Xəbərin sualına cavab verən sözü tərkibdən çıxardırıq. O birində yazın, başa düşəsən. Deyirəm ki, bugün küçədə dalaşan uşaqları direktor çağırdı. Burada çağırdı kim? Direktor. Nə zaman çağırdı? Nə zaman çağırdı? Bugün. Bax, xəbərin sualına birbaşa cavab verən sözü tərkibə daxil eləyənmirik. Nə zaman? Bugün. Hansı uşaqları? Küçədə dalaşan. İndi məsəl üçün tərkibdəki sözün xəbərlə əlaqə yaratdığına yoxlayaq görək yaradırmı? Direktor çağırdı, küçədə çağırdı. Məna əlaqəsi var, küçədə çağırdı. Direktor gəlib küçədə çağırmayıb, küçədə dalaşanları yanına çağırıbdı. Görürsən, mənada uyğunsuzluq var. Tərkibə daxil olan sözlər xəbərlə əlaqə yaratmır. Xəbərlə əlaqə yaradanları da tərkibə vermirik. Bu mübtəda da ola bilər. Bax, burada məsəl üçün zərflikdir. Bax, bugün çağırdı. Görürsən, əlaqə yaradır. Nə zaman çağırdı? Bugün. Amma küçədə çağırdı və yaxud da dalaşan çağırdı. Bu ikisi əlaqə yaratmır. Ona görə tərkibdir. Başınızı qarışdırmaq istəmirəm. Əgər tərkibin əvvəlindəki sözlər xəbərlə əlaqə yaradırsa, tərkibə verilir. Yaxşı, mübtəda da ola bilər, zərflik də ola bilər. Ən çox mübtəda ilə zərflik olur. Yaradırsa, tərkibə daxil edilmir. Tort getdi, bu da sənin tərkibin. Edilmir.